Bir plaketime şirinlik, bir 5 tane, 3 tane. Ay Aman. sen. Sizce burada olsun. Yoksa buralarda bir yer. Dünəndən anama deyirəm ki, bu plaketi aça, amma deyir gözlə. Mən də bezdim də indi açıram. Neynirsən? Neynirsən? Sənə dedim səbirli ol. Dünəndən amanımı, gümanımı kəsib ki, açaq. Böyle bir deyəndə mən qəşə video çəkmək istəyirəm. Bu Allah, indiki uşaqlara mümkünatı yox. Buna baxın, mikrofonumu da Fırşalama. Dayan, ay bala, ey. Açın. Hə, mənimdir. Açıram. Birinci dəfə siz görün, yəni biz görək. Görək, gözümü yum. O, hala gəlmir deməli. Bir... Ne güzel. İlk hamleni hatırlıyor musunuz? Ama pek yemeğin belki de takipçilerinizin ilgisini önerilen videolarla çekmişsiniz. Kanalınıza ne şekilde gelmiş olursa olsun takipçi kitleniz sizi siz olduğunuz için sevmeye devam etti ve büyüyen topluluğunuzun bir parçası oldu. 100.000 aboneye ulaştığınız etkileyici dönüm noktasını kutlamak için Silver ödülünü size gururla takdim ediyoruz. Tebrikler. İçerik üretmeye devam edin. Kanalınızı geliştirin. İleride üreteceğiniz görmek için. Dayan. Bunu sizin yanınızda. Belki 1 milyon aboneye ulaştığınızda da 100.000 aboneye ulaştığınız günü hatırlıyor musunuz diye soracağız. İnşallah. Ya Allah. Oy. bizim mektubu olan saygımız. Niye de ne böyle bir koy bir ana diye ana. Ana diye ana. Aha. Sen? Da. Bak. 100.000. Düz 100.000 baba buradadır. 100.000 izleyici. Demək sizə YouTube-la bağlı nə demək istəyirəm? YouTube elə bil ögey övlad münasibəti görürdü məndən. Hansı ki ona yetər qədər vaxt ayırmırdım. Videoları, yəni bəs qədər ora atmırdım, gecikdirirdim elə əvvəldən. Bütün fokusumu Instagrama vermişdim. Ona görə yəni YouTube-a ögeylik bəsləyirdim. Son bir neçə ay deyim də, son bir neçə ayda, bəlkə də 6 ay deyim, 5 ay deyim, dəqiq deyə bilmərəm, amma son bir neçə ayda artıq Instagram kimi YouTube-a da doğma yanaşdım. Şükür ki, izləyici sayımız artıq 100.000 oldu. Və bu təbrik, YouTube tərəfindən gələn təbrik plaketidir. Bunu istəyirəm ki, mətbəxdə daimi görə biləcəyim bir yerdə yerləşdirim. Bu 100.000, yəni YouTube-dakı bütün 100.000-in hamısını elə bilirəm ki, əhatə eləyəcək. Orada çəkdiyim zəhmət deyim, necə deyim, əməyin qarşılığı kimi qəbul edeyim də. Burada maddiyyatdan söhbət getmir. Yəni mən bura maddiyyat kimi baxmıram. Heç bir izləyicimə ümumiyyətlə o gözlə baxmıram. Onu məni yaxından tanıyanlar bilir. Yaxından, yəni əlaqəmiz olan izləyicilərim də bilir ki, mənim səmimiyyətimi, münasibətimi çox gözəl bilirlər. Belə, mən öz işimdəyəm, gücümdəyəm, doğru bildiyim yolla davam edirəm, əzm və iradə ilə. Bu da, belə deyim də, kiçik də olsa bir motivasiya olsun mənə. İnşallah 500.000-də görüşmək ümidi ilə izləmədə qalın. Əgər hələ də səhifəmə abunə deyilsinizsə, izləyin. Belə, indi gəlin görək bunu hara yerləşdirək. Sizcə burada olsun. Belə. Yoxsa buralarda bir yerdə olsun. Sizcə necə eləyək? Mən hələlik buranı bir dənə yığışdırım, səliqəyə salım, silim süpürüm buraları. Bəzi xırda əlimə gələni də qoyuram gözümə xoş dəyən şeyləri. Bir dənə buranı dekorasiya edeyim. Siz də qərar verəsiniz sonda. Burada yoxsa orada olsun. Bala bir şirinlik verən yoxdur. Bala bir mənə şirinlik, bir plaketimə şirinlik, bir 5 dənə, 3 dənə. Day sənsən, Day sənsən. Lanet olsun mənə.
Bu cubbuludan sonra gözüm bu qızıl plaketdədir. İnşallah qismət olar. Ondan sonraki lap cubbuludur, amma ev yox. Əsas bu 500 min. Bunları götürək, görək necə dekor edirik. Nə qədər xırxuruşu olar. Nə qədər. Bundan sonra ürəyim gedir. Bunu heç vaxt götürmərəm. Nəyə görə? Buna bax. Kimin yadına gəlir? Şüşə bəndlərdə o vaxtı bundan var idi. İçində heç nə yoxdur. Sadəcə olaraq belə-belə. Baxın, baba. Ay Allah, keçmiş zamanlar. Bu saatım. Bunu isə Gürcüstanda dostumuz vermişdi. Buradan Ramo ilə Zakirə salamlar. Bu da şəbi. İstəyirəm bura bir dənə başqa qəşəng şəkil qoyum. Görüm də, fikirləşəcəm, görüm qəşəng hansı şəklim var. Həm mətbəxə dair, həm həyəti. İndi onların hamısına baxacam, görüm də. Dəymə, onu mən təmizləyərəm. Sən keç oradan. Bir dənə stul ver. Ortada qoy saat olsun. Bax belə. Sonra. Deməli, bu dəfə istəyirəm toyuğu da bura qoyum. Toyuq var, toyuğum. İndi görək hələ nə edirik. Bu evdən xoşum gəlir deyə bunu yeni ildə almışdım. Otarya tutarıq ki. Yeni ildə almışdım, amma sevirəm deyə bu qaldı burada. Deməli, baxın, bax bu toyuğumu. Bu mənim bərkədən toyuğum. İndi o Ələddinin sehirli lampası kimi. O qədər sürtəcəm. İndi bundan da toyuq cini çıxacaq. Belə. Qurudum. Sizcə hara qoymaq? Nə gözəl, şirindir. İndi bu ağları görək hara qoyaq. Qəşəng görünsün. Əslində bu saat da biraz burada qəribə göründü. Belə qalsın. Belə yaxşıdır. Belə. Bura bunu qoyaq. Kofe. Bunu mənə papa verir. O biraz böyle pozum. İçində kofe var idi. İçində kofe. Allah'ım ya. Yəni bir şey eləyəndə bir şeyi də məhv eləmədi. Ev yox. Qəşəng təmizləyim. Sən burada qal. Sonra bu mənim sevimlim. Aslında bu da ola bilər. Onda bunu qoyaq bura. Baxaq hələ. Buna bax. Səncə mənə biri desin ki, sənin bundan nə işin var? Niyə bir adam gedər özünə belə bir maşın alar? Temudan. Niyə keçək sürülür mənim başa. Belə dala çəkirsən gedir. İndi bu limonlarını yuyum, təmizləyim, maşını da silim. Olsun təmiz. Belə. Kutuyu ayıraq. Maşını sileyim.
Sonra arkasına da bir limon. Bir tane de bura bir limon. Sonra bir tane de böyle. Geçen. Allah'ım yarabbim. Deyirəm olmadı da. Bak bu qızılı, bu gümüşə. Bu qızılını verin də. Qızılının yeridir ya. Nə qədər olmaya qoydum da altına. İndi ümidlə gözləyək. Haçan qızılı bizə nəsib olacaq. Limon. Uy, yanasan səni. Bu limonlar başıma bəla oldu. Limon maşınımı qoyum. Ya qoymayayım. Şamı da qoyaq bura. Evi qoyaq. Yo. Məncə burada böyük bir şey lazımdır. Böyük, ağ bir şey lazımdır. Nə qoya bilərəm ora? Sizcə bunu qoyun. Məncə elə də yaxşı olmadı. Hə? Nə qoyum ora? Allah, nəyim var? Nə? Yadıma salmağa çalışıram. Ay, bu da qəşəng oldu ya. Ya yox. Sən burada qal. Sən burada. Siz də fikirlərinizi yazın. Nəyi necə eləyim, nəyi götürüm, nəyi qoyum. Vəssalam, hazırdır. Bax belə. Belə bir şey oldu. İndi gəlib gedib baxacam da görüm hələ nəyini eləyim. Nəyi necə dəyişir. Bunları belə qoydum. Bura indi görüm hələ neynəmək olur, neyniyə bilirəm maraqlı. Bu istə də belə. Burada belə. Yəni həm bunlardan vaz keçə bilmirəm, çox sevirəm. Yəni bunları, həm də bunlar gözəldir. İndi bir dənə gəlin yaxından baxaq. 500 min inşallah olmaq ümidi ilə xeyirlisi ilə. Sağ olun.